knopkasına basıram. Data sheetinə baxa bilər. Hər kəs salam, bugün sizlərlə bir yerdə tranzistor tester deyə adlandırılan komponent testeri haqqında danışacaq. Bu komponent tester ilə siz demək olar ki, heç bir bilgi bilmədən belə komponentləri rahatlıqla ölçə bilərsiniz. Sağlamlıq testini olsun, için parametrləri, bizə lazım olan dəyərləri ölçüm edə bilərik. Fərqli burada komponentləri düzmüşəm. Hətta əlimdə olmayan MOSFET, Triac kimi modellər də var ki, bunları da ölçüm etmək bu tester ilə mümkündür. Bu cür bir qutuda gəlir, üstünə tranzistor tester yazılır və içincə bəzi yazılar 81 qramdır. Ümumiyyətlə testerin özü də çox balacadır və yüngüldür. Amma bir orijinal hissi var. Yəni arxası məsələn metaldır, burada yanında tutacağı metaldır və kapron hissi, knopka hissləri də çox yaxşıdır. Yəni Kitay modelini əlində hiss edirmişsən kimi bir hiss vermir qətiyyən. Pultların kodlarını, onların verdiyi bir PWM siqnallarını belə ölçür. Əlimdə bir pult yoxdur, ancaq telefonun birbaşa pult çıxışından ölçüm edib onu da ekranda yaddaşa yazıb sizə göstərəcəm necə edirlər. Əlavə olaraq kiçik parametrlər yazıb qutuda. İndi isə kitabçığına baxaq. Kitabçığında da bəzi parametrləri yenə yazıb Çincə və ingiliscə olmaqla ölçüm xətaları olsun, işlətmə tempi necə işlədilir və əsas bizə lazım olan dəyərlər, komponentləri ölçərkən hansı aralıqda ölçə bilirik. Hətta bunu biraz sizə oxuyum. Demək, JFET-ləri, IGBT-ləri, MOSFET-ləri ölçə bilirik. Hətta mən YouTube-dan baxmışam, burada yazmayıb niyəsə. Triaklarda ölçüm edə bilirik. Kondensator 25 pikofaraddan 100 mikrofarada qədər, rezistor 0,01-dən 50 megaohma qədər, induktor 100 mikrohenridən 1000 mikrohenriyə qədər, bateriyası, batareya ölçümü də mümkündür. 0,1 voltdan 4,5 volta qədər ölçə bilirik. Sonra bizə pin ayaqlarını izah edir. Nələr ölçüm edə bilərik? Burada şəkil olaraq göstərir. Pul çıxışında bax bu cür bir siqnal müşahidə olunur. Sizə göstərim. Ondan sonra demək olar burada kompüterdən güncəlləmələr ala bilir. Bunu da kompüter vasitəsilə yükləyə bilirik. Yeni bir güncəlləmə alsa bunun güncəlləmə videosunda sizinlə paylaşacağam. Üstündə bir ədəd USB verir. Çox da orijinal bir şey deyil. 3 ədəd bu cür jumper kabel və burada qarmaqlar vasitəsilə ölçüm etmək üçün 3 ədəd kabel verir. 2 ədəd isə başlıq verir. SMD parçaları ölçmək üçün və ayaqlı komponentləri ölçmək üçün biz ayaqlını istifadə edəcəyik indi. SMD-ni hələ ki yana qoyuram. SMD ilə də ölçümlər aparacaq. Multimetri açmaq üçün, multimetr deyəcəm, ya tranzistor tester deyim. Bunu siz anlayın ki, bu cihazdan, yəni ki, Finersi LCR P1 modelindən danışacağam. Burada 300 mAh'lik batariyasının olduğunu, 5 voltla 1 amperlə şarjlığında deyir. Əlavədə Made in China deyir. Demək, test butonuna basırıq bir dəfə. Çox sürətli bir şəkildə ekran açılır və bir dəfə də bastığımızdan artıq ölçümlərə başlaya bilərik. Demək, kondensatorlardan başlamaq istəyirəm. Ayaq uyumlu olduğu üçün birinci 104 rəqəmini yazan bir kondensatoru ölçmək istəyirəm. Bir dəfə test butonuna bastığımız zaman biraz düşünür və ölçüm nəticəsini bizimlə paylaşacaq. Demək, 94 nanofaraddır. Əslində 104 burada yazısı 100 nanofarad olmalıydı. Ölçüm xətaları və kondensatorun öz xətaları da olur. Bunları da nəzərə alsaq çox yaxşı bir nəticədir. 1000 mikrofaradlıq 25 voltluq bir kondensator ölçürük. Bu kondensatorları ölçərkən mütləq və mütləq qısa dövrə etdirməyi unutmayın. Qısa dövrə etdirməzsəz içindəki mikroçipi zədələyə bilərsiniz. Bu da səhv ölçümlə və yaxud da ki bizim tranzistor testerin yanmasına gətirib çıxarar. Test butonuna bir dəfə basırıq. Qısa bir düşünmədən sonra VLOS dəyərinin, bunu hətta sizə yaxınlaşdırım. VLOS dəyərinin 1.9, SR dəyərinin 0.5 ohm və 938 mikrofaradlıq bir dəyər olduğunu bizə göstərir. 1000 mikrofaradlıq bir dəyər üçün kondensatorumuz yaxşı nəticə verdi. 938, biraz 2 payını nəzərə alarsak, normalda üstdən çıxarılma bir kondensatordur. SR dəyərimiz bizim kondensatorun iç müqamətidir 0.05. 0.05 çox yaxşı bir nəticədir kondensatorumuz üçün. SR dəyəri nə qədər aşağı olsa, bu da voltaj dəyərinə görə dəyişə bilir təbii ki. Bu cür kiçik bir mikrofaradlı və kiçik bir voltaj üçün çox yaxşı dəyərdir. Yəni 4 də çıxa bilər, 3 də çıxa bilər SR, yəni minimum dərəcədə aşağı olmalıdır. Başqa kondensatoru ölçərək VLOS dəyərindən də danışacağam. Kondensatorun qətiyyən sağ və sol tərəfindən fərqi yoxdur. Bu kondensatorun hər birini ölçüm etdiyim üçün qısa dövrə etmədən birbaşa bağlayıram, çünki dövrəmizdən çıxarılmamışdır.
Plus dəyəri 2% çıxdı. SR dəyəri 0,05 çıxdı. 402 mikrofarad. Mikrofarad dəyərini sizə göstərmək istəyirəm. 470 mikrofaradlıqdır. Tester vasitəsilə ölçmək istəyirəm. Və testerimizdə də ölçəndə baxaq görək neçə mikrofarad alırıq. ...410 mikrofaraddır. Hətta düşür mikrofarad. 409 mikrofarad aldıq. Burada isə 403 almışdıq. Yaxşı nəticədir, yəni hələ hansının daha düzgün nəticə verdiyində dəqiq bilmirik. Yüksək voltaj kondensatoru ölçək. Bu problarımızdan istifadə edəcəm, çünki ayaqları ora düz gəlmir. Fərqi yoxdur, 1, 2, 3 istənilən yerdən taxa bilərsiniz. İstəsəz bunu götürürsünüz. Buradakı 1-dən taxa bilərsiniz, buradakı 2 ilə, buradakı 3 ilə, buradakı 3 ilə fərqi yoxdur. Və yaxud da ki, buradan. Heç bir fərqi yoxdur. Elə 3 ayaqlı komponent üçün, elə də 2 ayaqlı komponent üçün. Problarımızı taxırıq və test knopkasına 2 dəfə toxunacaq. Biri yandırmaq üçün, biri isə ölçüm etmək üçün. ...9 nanofarad çıxdı. 9 nanofarad üstündəki dəyəri oxuyuruq. 103J çıxdı. 103J 10 nanofarad deməkdir. J isə 0,5'lik bir xəta payının olmasıdır. Bunu tester vasitəsilə yenə ölçüm edirəm. ...10 nanofaradlıq bir dəyərin olduğunu görürük. Təbii burada ölçüm aralığı daha yüksək göstərir. Biz isə burada nə qədər kondensatorun tutumlu olduğundan çox daha çox sağlamlıq və ortalama dəyər payını görmək istəyirik. Daha dəqiq nəticələr üçün testerdən istifadə edə bilərik. Təbii ki, o testerdə həmin funksiya varsa. Ondan sonra tranzistorlara keçmək istəyirəm. 2 ədəd bizim əlimizdə S8050 tranzistorumuz var. Ümid edirəm ki, buradan rəqəmini oxuya bilirsiniz. Altdan da yazmış olacağım. Yenə 2 dəfə ölçü knopkasına basıram. Gördüyünüz kimi ayaq nömrələrini göstərdim. Mən indi kameranı biraz yaxınlaşdıracağım. Artıq bütün komponentləri siz görmüsünüz. Belə isə davam edək. Burada bir NPN tranzistor olduğunu üstdən həm yazır, həm də ki şemasından görürük. Hansı ayaqlar hansı ayağa bağlandığında yenə biz buradan görürük. Demək, birinci ayaq kollektorumuzdur, ikinci ayaq bazamızdır, üçüncü ayaq isə emitter ayağımızdır. Burada HF dəyərimiz bizim qatsayımızdır, yəni beta dəyərimizdir. 249, yəni 250 dəfə tranzistorumuz siqnalı çoxalda bilər. IE, yəni ki, emitter axını 2,28 mA-də ölçüm edir. Buna biz o qədər diqqət etmirik. UBE, buna diqqət edirik. UBE isə bizim baza və emitter gərginliyimizdir. Yəni tranzistorun üstündə itki etdiyi gərginlik payıdır. Necə ki, bizim diodlarımızda 0,3, 0,7 volt itki payı olursa, elə də tranzistorun baza emitter arasında 0,7 voltluq ortalama bir itki payı olur. Onu da 627 millivolt olaraq almışıq. Yenə eyni tranzistoru ölçmək istəyirəm. Bu səfər hətta tərsinə qoyacağım. Yenə 8050 tranzistorudur. Gördüyünüz kimi burada HF dəyəri 263 dəfə yüksəldir. Mikrofarad 2,39 mikroamperlik üstündə bir axın keçib ölçüm nəticəsində. UBE, yəni ki, baza emitter voltajı 626 volt itkidir. Bunu buradan da ölçə bilərsiniz. Buradan da ölçə bilərsiniz. Yəni, hər birində eyni nəticəni göstərəcəkdir. Buradan ölçüm edib sizə göstərim. Gördüyünüz kimi eyni nəticələri ekranda görmüş oluruq. Sizə bir LM7805 inteqrəsini ölçəcəm. Görək, belə bir inteqranı ölçüm eləyə bilir ya yox. Gördüyünüz kimi 782 ohm göstərdi 1 ilə 2 arası. Yəni ki, bu inteqranı ölçmədi, sadəcə üstündə algıladığı müqavimət dəyərini gördüm. İndi isə keçək rezistorlarımıza. Rezistorlarımızı sürətli şəkildə ayaq fərqi olmadan hansı ayağa uyğun gəlirsə bağlayırıq. Təbii ki, amma 1-1 arası olmasın. 2-1 arası, nə bilim, 2-3 arası bir dəyərlər olmalıdır ki, heç olmasa burada düzgün nəticə alaq. Məsələn, elə eyni ayaqlara sizə qoşum 3-3 arası.
sizə nəticəni göstərim. Gördüyünüz kimi heç bir nəticə vermədi. Burada 1 və 2 arası rezistorumuzu qoşuram. Gördüyünüz kimi 3.61K 3.61K-lıq bir, yəni 3610 ohmluq bir müqamətli 1 və 2 arası qoşma nəticəsini göstərir. Başqa bir müqamət bağlayıram, vatı başqadır, amma yenə müqamətdir. Gördüyünüz kimi 10.4, yəni ki, həqiqətən bu 10 ohmluq bir müqamət idi. Bunu da yenə tester vasitəsilə sizə müqamət dəyəri ölçməyi də göstərim. Həm də ki, eyni zamanda müqamətin dəyərinə baxaq. Demək, müqamət parametrinə gəlirik burada müqamət ölçməyə. Yüksək meqamlarda əlimizlə bastırmırıq, bu cür tuturuq. Alçaq ohmlarda isə əlimizlə bastıra bilərik daha yaxşı keçiricilik üçün. 9.9 10 ohmluq bir dəyər gördük. 10.2 və son dəyərdir. 10.3 kimi. Demək olar ki, tam eyni 10.4 aldı. Burada da 10.3 aldıq. Təbii ki, əlimin təması 0.0 nöqtədən sonra olan dəyərləri, yəni ki, onda birləri daha çox etkiləyir, daha çox fərq elətdirir. Demək, burada belə bir yüksək vatlı bir müqamətim var və bir dənə də bir balaca kiçik potansiyometr ya da ki, trimpot daha doğru olar. Buna deyək, kiçik olduğu üçün. Trimpotumuz var, bunu ölçürük. Bunu da yenə ölçüm problarından ölçəcəm. Potansiyometr və trimpot demək olar ki, eyni məqsəd üçündür. Sadəcə biri daimi olaraq dəyərləri dəyişilə bilən, biri isə sabit olaraq dövrədə müəyyən dəyərləri dəyişilib, tez-tez oynadılmayan bir parçadır. Bəzən kalibrasyon üçün istifadə olunan bir parçadır. Amma ikisi də potansiyometr demək olar. Çünki ikisinin də məntiq açısından eynidir. Bir orta ayağı var, 2 dənə də yandan ayaqları var və dəyəri dəyişilə bilir. Trimpotu da bu cür taxırıq dövrəmizə və ölçümü edirik. Gördüyünüz kimi 2 dənə müqamət dəyəri çıxdı. Telefonu biraz da yaxınlaşdırdım, daha yaxşı görə bilərsiniz deyə. 2 dənə müqamət dəyəri çıxdı. Həqiqətən trimpotun məntiqi budur. Rezistorun biri, demək, sizə buradan göstərim. 1-dən 3-ə bir rezistorumuz var. 3-dən 3-ə bir rezistorumuz var. Burada 3 göstərib. Çünki niyə 3 göstərib? 3 əslində səhv göstərib. Amma 2 dənə rezistor dəyərimizin olduğunu düz tapıb. İndi dəyərlərini dəyişib yenidən ölçüm edirəm. Burada əslində 2 göstərməli idi. Burada səhv bir dəyər göstərir. 2 dəfə 3 göstərir. Bunu sizə yaxınlaşdırım, göstərim. Görürsünüz, ekranda 2 dəfə 3 göstərir. Əslində düzgün bir dəyər deyil. Amma 70K birində də, 35K birində də ümumiyyətlə 100K-lıq bir, həqiqətən də üstünə 104 dəyər yazıb, 100K-lıq bir müqamətdir. Buradan da sizə üstündəki yazını da göstərim. 10, arxasında 4 dənə 0, 100K-lıq bir müqamət dəyəridir. Burada bir dənə də daş müqamətimiz var. Daş müqamətində fərqi yoxdur. Hər hansı probların istifadə edə bilərik ki, ölçümü aparaq. Bu da 100 ohmluq bir daş müqamətdir. Yaxınlaşdırım, göstərim sizə. 100 ohmluq bir daş müqamətdir, 5 vatlıq. 101 dəyərini görürük. Düzgün nəticədir. İndi isə diod ölçümlərimizə keçək. Mən elə bundan istifadə edəcəm, daha rahat olsun deyə. Diod ölçərkən də heç bir mənfi müsbətinə diqqət etmədən birbaşa ölçüm edirik. Diodumuzun kodu 2EZ 91D5 diodudur. İnternetin də data sheetinə baxa bilərsiniz. Demək, 681 mV üstündə saxladı. IR nanoamper üstünə axın keçib ölçüm zamanı. Kapasitor dəyəri isə diodun 11 pikofaraddır. İkinci diodumuza keçirik. Həmçinin, yəni 3-cü ayağa müsbət tərəfi, birinci ayağa isə mənfi tərəfin bağlandığını göstərmişdir. İkinci dioda keçirik. Bu isə məşhur hamının tanıdığı 1N ailəsindən 007 diodudur.
667 millivolt üstündə saxladı. IR ölçüm zamanı 10.2 nanoamper cəryan keçib və kapasitans dəyəri isə 11 pikofaraddır. Və bir LED ölçüm eləyirik. Təbii ki, LED ölçərkən də yenə digər komponentlər kimi mənfi və müsbətinə hansı ayaqda olduğuna diqqət etmədən birbaşa bağlayırıq. 1.95 voltda işləyən bir LED-dir. 10.2 nanoamper üstündən cəryan keçirib və 19 pikofaradlıq bir dəyər var. Buradan da ölçüm edərkən baxın, LED-də yanıb sönmələr olur. LED-də bir diod olduğu üçün diod görsənir. Orada LED yazmasını siz gözləməyin. Düzgün bir yazıda LED yazısının yazılması. Və bir ədəd induktorumuz var. İnduktorumuz dəyərini bilmirəm. Əlimdə də induktor ölçən başqa bir cihaz olmadığı üçün birbaşa buradan ölçürəm. Sadəcə induktivlik dəyərini oxuduğunda sizə göstərmək istəyirəm. Demək, induktorumuz zoomlayım sizə daha rahat göstərim. 0.3 ohmluq bir üstündə ohmaj dəyəri var və 81.8 mikrohenri induktans dəyəri var. Bunun üstündəki 0.3 ohmu sizə buradan göstərmək istəyirəm. Təbii ki, bu multimetrimizdə 0.3-ü nə qədər düzgün algılayacaq bilmirəm, amma ölçməkdə fayda var. Gördüyünüz 0.0 nəticəsi göstərir. Başqa multimetrlə sizə yenə göstərim. Yenidən ölçürəm. 0-a yaxın olduğu üçün təxmin eləmişdim ki 0.0 dəyərini göstərəcək. İndi isə burada unit markalı multimetrlə ölçümümüzü təkrar edirik. 0.04'lük bir dəyər oxuduq. Və bunu da qısa dövr etdiyim zaman 0.2 dəyərini oxuyuruq. Naqillərdə 0.2'lik, bunda isə 0.2 nəticəsini aldıq. Təbii ki, multimetrlərimiz o qədər də həssas olmadığı üçün sizə dəqiq bir nəticə deyə bilmirəm. Və bir ədəd də zener diodumuz var. Zener diodların bilirsiniz, SMD-lərin də əsasən üstündə heç bir dəyər yazmır. Ancaq sadəcə zener diodu olduğunu korpusundan anlayırıq. Bu zener diodu da yenə ölçüm probları vasitəsilə ölçəcəm, amma SMD parça ilə də ölçə bilərsiniz. SMD parça ölçənlə də ölçə bilərsiniz. Ancaq mən qabaqcadan ölçdüyüm vaxtı üstündə dəyər göstərmədi. Sadəcə zener diodu demək istəyirəm ki, baxın, zener diodun müsbət tərəfidir. Taxdığım yaşıl uc. Bu müsbət tərəf gəlməlidir burada anoda. Katoda isə mənfi tərəf gəlməlidir. Demək, yaşılı burada anoda taxırıq. Görürsünüz, anod tərəfi. Katoda isə digər qara kabelini taxacam. Hətta bunu daha yaxşı olsun deyə qırmızı ilə göstərsəm, sizin üçün yəqin ki, daha anlaşılır olacaq. Bizim qırmızı tərəfimiz anod tərəfimizdir, yəni müsbət tərəfimiz, digər isə katod, yəni mənfi tərəfimizdir. Gördüyünüz. İndi digərinə də qaranı taxıram. Və təmas olmadığını diqqət eləyirəm. İndi isə multimetrimizə bağlayırıq. Sadəcə və sadəcə zener diodlarda ölçüm yerlərinə diqqət eləyərək ölçüm apara bilərsiniz. Burada isə zener seçənəyi seçirik. Üzrlü sayın. Baxın, anoda qırmızını, katoda isə qaranı taxdıq. Zener knopkasına basırıq, qırmızı oldu. Yəni zener diod ölçümü edirik. Çünki yüksək voltajla geri bəsləməni ölçdüyü üçün, yəni zener diodlar geriyə də bir axın keçirə bilir, normal diodların tərsinə. Buna da zener voltaj deyirik. İndi zener voltajını ölçürük. Burada sual gəldi, çünki qısa dövrə olub. Yenidən ölçüm aparırıq. Adi diodla ölçürəm. Gördüyünüz kimi zener voltajının üstündə yazır 0.73 volt yazır. Bu təbii ki bizim 0.7 voltluq bir itki payımızdır.
tərsinə də qoyanda, düz yəni qoşanda güc səhv volt olduğu üçün heç bir dəyər göstərmir. Gördüyünüz kimi heç bir nəticə almadıq. Ola bilər ki, süzenerlərim xarabdır və yaxud da ki, nəysə mən düzgün etmədim. Ondan sonra bir ədəd sığortanın sağlamlığını ölçürəm. Sığortanın sağlamlığında da normalan bir rezistor dəyəri görməliyik. Çox kiçik ohmlarda bir rezistor dəyəri görməliyik. Qısa dövrəyə yaxın. Gördüyünüz kimi rezistor dəyərində gördük. Ondan sonra bir ədəd relənin ayağını ölçmək istəyirəm. Burada babin ucları bizim yan tərəflərimizdədir. Babin uclarına qoşub relənin babininin həm müqavimətini, həm də ki induktansını görmək istəyirəm. Təbii zener yerinə qoşduq. Səhv nəticə göstərdi. 240 ohmluq 204 mikrohenrilik bir dəyər ölçdük. Bir ədəd də buzzer qoşmaq istəyirəm. Bilirəm ki, heç bir düzgün nəticə verməməlidir. Çünki buzzer ölçdüyünə görə heç bir iddiası yoxdur. Ancaq buzzerımızı qoşub bir dəfə yoxlayacağım. Və pasiv buzzerdır. Mən eşidirəm, çox kiçik bir səs çıxır. Bunu sizə bilməm, eşidirə biləcəm ya yox. Düz mikrofona tuturam. Gördüyünüz kimi bir kiçik xırıltı səsi gəlir buzzerdan. Və 66K-lıq bir dəyər oxuduq. Burada isə SMD parça ölçmək üçün bir yenə standımız var. SMD parçanı da buradakı sizə kiçik tranzistoru ölçməklə göstərmək istəyirəm. Tranzistorumuzu qoyuruq burada tranzistor bölməsinə. Ayaqlarını düzgün şəkildə yerləşdirirsiniz və üstündən bir dənə dielektrik bir şeylə sıxışdırırsınız. Kondensator dəyəri gördük, çünki ayaqlarımız tam oturmayıb. Diod şərəsi gəldi, çünki ayaqlarımın biri tam oturmur. Bunu da biraz ayaqlarını sıxışdırıb yenidən ölçməyə cəhd edirəm. SMD parça ölçmək biraz çətindir. Amma bir dəfə bu tranzistoru ölçdüm, tranzistor dəyəri verdi. Diod dəyəri görürəm. Çünki ayağımızın biri tam oturmur, bir tərəfli. Diod olduğu üçün tranzistorda iki tərəfli diod əslində. Bir tərəfini ölçürük, digər tərəfini yox. Üzrlü sayım biraz zener diyodda və bu tranzistorda vaxtınızı aldım. Ancaq başqa bir led ölçümü də eləyək, videonu saxlayaq. Bu ledin arxa pinlərinə baxıram. Arxa pinləri bu şəkildədir. Və ledimizi taxırıq standımıza. Bir dəfə burada ölçürük, bir dəfə isə rezistor tərəfində ölçürük. Kondensator dəyər verdi. Bu deməkdir ki, tam yaxşı otuzdurmamışıq. Gördüyünüz kondensator dəyəri verdi. Mən səhv ölçürəmsə əgər,
burada yenə tam olaraq səhv məndə deyil. Çünki SMT parça ölçümü əslində bu qədər də çətin olmamalıdır. Normalda bununla deyil də SMT parçamızı belə bir, məsələn, LED-i götürüb normal testerimizdən ölçsək, sağlamlıq testini, nə qədər əziyyət çəkərik sizə onu göstərim. Testerimizi yandırırıq. Bu cür masaya qoya bilərik, hansısa bir dielektrik lövhəyə qoya bilərik. Burada qısa dövrə və LED probumuz buradadır. Gördüyünüz kimi bu cür 1.81 voltluq bir LED-dir. Və bu LED-i mən tez bir zamanda ölçürəm. Tərsinə qoşsaydım heç bir dəyər görməyəcəkdim. Və düzəldəcəkdim, yenidən düz tərəfinə qoşub SMD LED-imizi ölçəcəkdim. Və yaxud da ki, ondan da kiçik bir SMD müqavimətimiz var. Müqavimət tərəfinə gəlirik. Hər iki yanlarından bu müqaviməti bastırmaq lazımdır, amma biraz düz bastırmaq lazımdır, kiçikdir deyə. Müqavimətimizi bastırırıq. Və 9.99 kilomluq bir dəyər oxuyuruq. Yəni bu qədər testerimizdən asan ölçüm edərkən bu alətimizdən bu qədər vaxt itirməyə dəyməz. Zener diodu da bir ədəd bizim kanalımızda da hətta var. Zener diod ölçüm aparatını düzəldərək rahatlıqla ölçüm eləyə bilərsiniz multimetrin ayağına bağlayaraq həmin probları. Demək, videomuz bu şəkildə idi. Genel olaraq cihazımız çox yaxşıdır. Olsun tranzistorları, olsun rezistorları və yaxud da ki, başqa komponentlər ölçümünü o qədər də yüksək vaxt itirmədən edirik. Bizə əsasən burada tranzistor, MOSFET, RGBT və triyak ölçümündə çox işimizə yarayır. Sağlamlıq testini multimetrdən qat-qat tez tapa bilirik. Hansı növ olduğunu və üstündə nə qədər volt, baza emitter voltajını nə qədər itirdiyini asanlıqla ölçə bilirik və hətta ən yaxşı xüsusiyyəti isə beta dəyərini tapmasıdır. Beta dəyərini tapır və kondensatorlarda ESR və VLOS dəyərini tapmağımız bizim üçün çox mükəmməl bir funksiyadır. Yəni bir kondensatordan şübhələniriksə, onun tutumu artıq əvvəlki kimi deyilsə, bu cihazımızla ölçüb kondensatorun nə qədər işlevsel olduğunu görə bilirik. Normal testerimizdən pikofaratını, mikrofaratını onsuz görə bilirik. Ancaq ESR dəyərini və olsun VLOS dəyərini multimetrlərdən nə yazıq ki oxuya bilmirik. Və bu multimetrin bizə ən yaxşı sağladığı bir şey induktans dəyərinin ölçülməsidir. Induktans dəyəri nə yazıq ki multimetrlərimizin demək olar heç birində olmur. Bəzi multimetrlər olur ki, onlarda Kitay modeli olur və yaxud da ki çox bahalı normal unit marka, fluk marka istəyirsinizsə çox bahalı multimetrlərdə yalnız bu özəllik çox kiçik aralıqlarda mövcuddur. İnduktor ölçmək üçün normalda leceri metrə almalısınız. Bu da onsuz leceri P1'dir. Yəni bu da bir leceri metrədir əslində. Və bir ədəd də burada AR decoding var. Bunun da short videosunu çəkib videonun son bu qədər. Genel olaraq bu tranzistor testerimizi bəyəndik. Zener diod ölçümü də əslində düzgün şəkildə işləyir. Sadəcə biz niyəsə düzgün tutura bilmədik. Bu da SMD komponent olduğu üçün əsasən normal zener diodlarda 50 voltdan aşağını ölçə bilir. Başqa da deyəcəyim bir söz yoxdur. Olsun bu problar da əslində çox işlevsəldir. Olsun ölçüm aralığı çox yaxşıdır. Olsun ki bəzi funksiyalar var ki digər multimetrlərdə qətiyyən yoxdur. Və yaxud da ki, bahalı bir leceri metrə alıb bu cür induktor və yaxud da ESR dəyərini oxumalısınız. Dəqiq ki, yəqin çox dəqiq ölçüm etmir. Ancaq yenə də yaxşıdır. Bir ədəd üstündə Type-C kabel verilir. Bu da nə qədər işinizə yarayar. Yəni, atarsınız, bir çanta düzəldib çantasına atarsınız. Lazım olsa asanlıqla USB-dən şarj edə bilərsiniz. Videomuz bu qədər. Üzrlü sayın bəzi komponentlərdə vaxtınızı çox aldım. Anladığım, qavradığım və yaxud da ki, düzgün şəkildə ölçüm etdiyim qədərilə sizə anlatmağa çalışdım. Ümid edirəm ki, video faydalı oldu. Əgər bu kimi tək Venersi deyil, digər modelləri də alsaz, yəqin ki, ağlınızda bir sual qalmayacaq. Nələr ölçür, nələr ölçmür deyə. Bu qədər. Videomuz daha aydınlıq sabahlarda, daha gözəl videolarda, daha gözəl günlərdə görüşənədək. Özünüzə yaxşı baxın. Videoya bəyənməyi, kanala isə abunə olmağı unutmayın. Hər birinizi çox sevirəm. Sağ olun.